Bravo da super qiymətlər sizi gözləyir. 5 avqust tarixinədək 1 kiloqram Balio kərə yağı 23 manat 95 qəpik, 1 kiloqram Eksimo kərə yağı 22 manat 99 qəpik. Super qiymətlər keyfiyyətli məhsullar üçün Bravo. Doğru seçim. Bravo da super qiymətlər sizi gözləyir. 5 avqust tarixinədək 1 kiloqram Balio kərə yağı 23 manat 95 qəpik, 1 kiloqram Eksimo kərə yağı 22 manat 99 qəpik. Super qiymətlər keyfiyyətli məhsullar üçün Bravo. Doğru seçim. Bravo da super qiymətlər sizi Hər kəs salam dostlar, qonaq var idi, digər şey deyə bilmirəm. Vallahi birisi ola bilmirəm. Hal-hazırda özüm iş görürəm. Yəni iş görə oyundan əvvəl çalışacağım qədər çəkim. Evet, Escaldes 0-1 Vaduz, Tobol 1-1 bana versus. Gəl belə oyun 1-1 bitərsə, ötməm oyun penaltilərə gələcək. Alabrop da oldu. Evet, birazdan bu arada çəkilişə son verəcəm. Belə görüşümdə olacağım. Dediyim kimi WhatsApp'ın canlı yayımından. Kardeş, mən aşpazam. Mən kişimə nə pisligim keçib. Çəməndə ağladı məni, getməyib gər gözə, getməyib. Gel. Bir dakika. Ben minut tıkayacağım. Evet, Zilənin bu arada heyəti demişdir, müəyyənləşib mi? Müəyyənləşib. Qapıda 13 Aydın Bayramov, 32 Qismət Aliyev, 5 Angel Mutsinzi, 4 Ruan Renato, 20 İsa Cibrila, 93 İbrahim Konate, 17 Virginia, 21 Raymares, Ricardo Guimales, pardon. Ayxan Hüseynov, 22 nömrə 9 David Volkovi, 7 Eren Aydın. Haydi. İnşallah qələbə. Hanı şey? Televizor. Televiziya. Televiziya. Hanı o televiziya. Televizorumuzu takalım. Tıkalım.
Bunu takalım. Hemen buranın idman Azerbaycan açaq. Pult yenə itdi. Oh my god. O zaman bir nefes onu mənə izah etsin ki, bir yedim necə gedib pult itir. Çəməndə saldı məni. Getmə, getmə, gəl gözəl yar, getmə, getmə, gəl. İdman Azərbaycanda. Saat 20'de İctimai TV'de de bağlı. Bana bak. Kimin toydu? Diğer oyunlara bakak hələlik başına nədən. Aşkım memnunu. Bu neçəncəsi rinkinosdur. İdman TV'nin tapına kadar bir şey başladı. Başqalarının həyatı yeni. Bu maraqlı gəldi. Neyse, reklamı da oyuncular tanışdı mənə. Ya baxın görəm bundan heç olsa. Hoşuyur. Evet, ondan əvvəl 12-ci bölüm part 3'dür bu. 12-ci bölüm part 3. Yəqin ki, bu elə son olacaq. Çünki artıq 55 dəqiqə gedib. Artıq 45 dəqiqədə, 35 dəqiqədə bit olacaq. Bitirəcəyik. Yəqin ki, videomuz 45-50 dəqiqə gedəcək. Əgər Tobel Panaversiz artımlara gedərsə, heyf ki, orada ola bilməyəcəyik. Çünki televizorda mən sizə payla görüşündə WhatsApp üçün şərh eləyəcəm. Niyə? Çünki bunu yenə deyim. Çünki WhatsApp mənim dostlarım var. Hamısı işlədilər. Deyirlər ki, şərh elə biz oyuna baxa bilməyəcəyik. Yəni bizə orada çünki Wi-Fi veriblər bizə. Deyir, orada Wi-Fi da ki, hələ qorasında bu ki, mənim YouTube açılmır, nəmir. Bir ancaq WhatsApp-a girə bildik. Sən yenə səsli şərh elə. Biz ona baxaq. Biz biləcəyik. Oyunda nələr var, nələr yox. Evet. Zirə Payde'nin harasa 45-ci dəqiqəsində biz yəqin ki 45 yox, daha 42-ci dəqiqəsindən hatta biz çəkilişə gələ bilərik. 15 dəqiqə falan belki ola bilərik. 13-cü bölüm part 1'dir. Allah sənə qurban olun. Bu İdman TV'ni kanalı yığan niyə bunu gönüllərə baxın? 1980-ci kanala. Maşa Medved başlayıb, başlayalım baxın. Sana maşa oturaq baxın. Maşının panda yarışı. O yaxın. Evet. Eskale Sadüstə 6-cı dəqiqə tamamlandı. Tobal Panaversiz görüşündə isə 57-ci dəqiqə tamamlanıb. Evet. Arada bir dəqiqə fərqlə. Evet, Avropa Liqasında birazdan olacaq. Bir dənə Pafos Hayduk uçsa, öf deyərəm də bu həftə uçarıq Haris. Evet, indi İsrailin oyunu başlamır, hələ var. Həsə. 20'də İsrail, həsən Punic Daviska var. Heyf də. Həqiqdən heyf. Lan İsrail kulturanı mı? Hə, orada qoles Tel-Əviv 1. Dünən 1 oynanmışdı. O 2. 2. 2. Üçüncü anı. Düşmən. 2. 3. 4 şeydi desəm. Ayak. 4. Ayak. Ayak anı. Ayakı görürəm ki. Ayak. Yerusalem. Evet. Onlara bit ola bilərik. Dərsək. Evet. Neftçinin ilk yarısını 40-cı dəqiqələrində biz artıq yenidən çəkilişdə olacam. 15 dəqiqəlik maks çəkilişdə olacam ki, artıq mən yenidən canlımızı bağlayacağıq. Keçəcəm Levski, yox, Aşiçeska Sofya, Qarabağa. Bu nədir belə? Qum hovuzunda oyun görür, futbol oynayırlar. Maraqlıdır. Kim kimi oynayır? Rusya. Çin, Rusya.
Fenerbahçe Polonya'dan turla döndü. Sarı lacivertlilər Gornik Zabri maçındakı performansı nasıldı? Ona dönə çalışdığım qədər oyuna baxdım Fenerbahçe Polşaya. Lakin Gornik Zabri'yə çox gözəl bir oyun oldu. Sadəcə olaraq Fenerbahçe'nin ataklarda biraz bəxti gətirmirdi deyərəm. Mən. Səməndən saldı mən. Bu ne lan? İdman TV işləmir. Allah. Əziz biri çıxdım. O siqnallar da məzələsən sən. Hocam o siqnal ne ya? Ne indi kabeldən gəlir. Danışaq. Belədir. Hayda. Kanım qaraldı. Ha işləmirsə çəkilişə davam edək onda. Mən nə deyim? Gözlükdə körək satılacaq hələ. Net 60 dəqiqəni tamamladıq burada. Sən məndən aldın. Getmə, getmə. Gözəl yor. Gel. Bir dəqiqə olur. Kabeldən gelib qayıdacağım. Bravo'da super qiymətlər sizi gözləyir. 5 avqust tarixinədək 1 kiloqram Valio kərə yağı 23 manat 95 qəpik, 1 kiloqram Eksimo kərə yağı 22 manat 99 qəpik. Super qiymətlər keyfiyyətli məhsullar üçün Bravo. Doğru seçim.